Kufr mesoldördü su ilə həll edəcəyik. Daha sonra isə ona dəmir lövhə daxil edəcəyik və reaksiyanı görəcəyik. Başlayaq. Başla. Dök, biraz əlavə elə. Elə. İndi mismarı çıxardırsan, baxın uşaqlar, nə müşahidə edirsiniz? Bunun üzərinə mis yığılıbdır. Bəli. Bu misin yığılmasında səbəbi odur ki, dəmir mis daha aktiv metal olduğuna görə misi oradan sıxışdırıb çıxarır. Bəli, doğrudur. Və biz bunu bir gün göstərdikdən sonra görürük ki, artıq reduksiya olunub. Biz buna dedik ki, dəmir misdən daha aktiv metal olduğuna görə misi sıxışdırıb çıxarır. Və metal uşaqlar, mismarın üzərində, dəmir mismarın üzərində gördüyünüz o örtük mis metalıdır. Mis artıq tamamilə reduksiya olunub və toplanıb.